Salam, hər vaxtınız xeyir olsun. Bu dəfəki izahım ədəbiyyatla bağlıdır. Deməli, Qasım bəy Zakirin Badi Səba, Mənim dərd dilimi qoşması ilə bağlıdır. Bu qoşmada aşiqin çəkdiyi istirablarla məşuqənin gözəlliyi qarşılaşdırılmışdır. Hətta aşiq Badi Səbadan səhər yelindən, eyni ilə dəhnamədəki kimi səhər yelindən qasidri etməyini və Badi Səba, Mənim dərd dilimi deyir, oxublar şahına, yer üzünün qibləgahına, gözləri şəhlaya dedi, nə dedi? Gözləri şəhla iri mavi göz deməkdir. Amma hayf ki yoxdur qoşmasında isə səhər ala gözə siyah sürməsi hayf ki yoxdur deyir. Deməli orada ala göz, burada isə şəhla gözdür. Görək də klasterdə nə deyir? Deməli sürəti gözəl olandan çarə axtarılır. Bəli, məşuqədən bir çarə, bir ümid yer axtarılır, bir doğrudur. Baxaq digərinə, qürbət və vətən həsrəti ilə yanaşı canan həsrətdə yer alıb. Bu durnalar qoşmasındadır, ictimai mövzudadır. Deyir ki, dönməsin bağrımız daşa durnalar, yəni canana mənə bir xəbər verin. Məhəbbət mövzusundadır, bəli bir doğrudur. Qəm əlindən ayağı bağlı olduğunu, qəm əlindən pay bəstə olduğunu, pay bəstə ayağı bağlı deməkdir. Bəli doğrudur burada. Göylərin günəşi və ayına bənzədilən məşuqə obrazı var. Belə deyir, şəms-i mahına, yer üzünün qibləgahına deməli doğrudur. Deməli 2, 3, 4 cavabımızdır. Xəbər almaq istədiyi obrazları, sevgilisindən xəbərləri varsa, qafillik göstərməmələrini xahiş edir. Bu durnalar qoşmasına aiddir. Deyir, dönməsin bağrınız daşa durnalar, varsa canandan sizdə bir xəbər, qafillik etməyin. Yəni ki, təğafil etməyin, Allahı sevər. Yəni mənə üz çevirməyin, nə bilirsinizsə deyin. İctimai məzmunudur, bu isə yenə durnalar qoşmasına aiddir. Deməli cavabımız oldu 2, 3, 4.